Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilərim. Kanalıma və mətbəximə xoş gəlmisiniz. Bugün sizlərlə birlikdə qış aylarına çox yaraşan, evinizi portağal qoxusu ilə dolduracaq möhtəşəm portağallı qış piroqu hazırlayacağıq. Bu piroq həm yumuşaq, həm ətirli, həm də çay süfrələrinizə yaraşan çox dadlı bir şirniyyatdır. Resept isə çox sadədir, evdə olan ərzaqlarla rahatlıqla hazırlanır. Əgər siz də həm dadlı, həm də görüntüsü gözəl olan piroq axtarırsınızsa, o zaman doğru videodasınız. İndi isə gəlin portağallı qış piroqumuzu birlikdə hazırlamağa başlayaq. Əvvəlcə 3 yumurtanın ağını sarısından ayırıb kənara qoyuram. Yumurtanın sarısının üzərinə azca duz və 130 qram şəkər tozu əlavə edib qarışdırıram. Sonra üzərinə bir paket vanil, 130 qram əridilmiş kərə yağ və 100 ml qatıq əlavə edib hamar kütlə halına gələnə qədər qarışdırıram. Üç stəkan ölçüsü 200 ml-dir, ələnmiş una bir paket qabartma tozu əlavə edib qarışdırıb hissə-hissə bura əlavə edirəm. Əvvəlcə spatula ilə biraz qarışdırıram, xəmir halına gəldikdə əlimlə yoğururam. Yenə də onu qeyd edim ki, bütün ərzaqlar otaq temperaturunda olmalıdır. Artıq spatulanı kənara qoyub əlimlə yoğururam. Onu deyim ki, unun miqdarı növündən asılı olaraq az və ya çox da istifadə oluna bilər. Məndə 3 stəkan bəs etdi. Baxın, bu cür azca ələ yapışan xəmir alınmalıdır. Xəmiri gözlətmədən 2 hissəyə bölürəm. Bir hissəsini biraz böyük, digər hissəsini isə nisbətən kiçik kündəyə ayırıram. Böyük kündəni kündəliyib salafana qoyub kənarda gözlədirəm. Kiçik kündənin üzərinə isə bir dolu çay qaşığı kakao və azca duru yağ əlavə edirəm ki, xəmirə rahatlıqla yedirə bilim. Kakaolu xəmiri də hazırladıqdan sonra hər iki kündəni qaba qoyub üzərini salafanla örtüb 10-15 dəqiqə gözlədirəm. İçliyi hazırlamaq üçün 2 portağalı soda ilə sürtüb yumuşam və üst qabığını rəndənin xırda gözündən keçirirəm. Rəndədən keçirərkən çalışın ağ hissələrini qətiyyən keçirməyin ki, acılıq olmasın. Üzərini rəndələdikdən sonra portağalları doğrayıb qabıqlarını soyub təmizləyirəm. Sonra rəndələdiyim portağal qabıqlarını və portağalları birlikdə hamısını blenderlə əzirəm. Blenderlə əzəndən sonra qazana əlavə edirəm. Qabı da azca su ilə yaxalayıb həmin suyu da üzərinə tökürəm. Sonra 2 dolu xörək qaşığı qarğıdalı nişastasını və 130 qram, yəni yarım stəkandan biraz çox şəkər tozunu bura əlavə edib orta odda qatılaşana qədər bişirirəm. Mütləq qarışdıra-qarışdıra bişirmək lazımdır. Portağalların ölçüsündən asılı olaraq şəkərin miqdarını zövqünüzə uyğun tənzimləyə bilərsiniz. Artıq qatlaşıb bu cür pıqqa-pıqqa qaynayanda ocağı söndürürəm. Bişirəcəyim qabın içərisinə yağlı kağız yerləşdirirəm və hazırladığım xəmiri əlimlə qabın ölçüsündə yayıram və kənarlarını da biraz yanlara çıxıntılı olacaq şəkildə forma verirəm. Hazırladığım portağallı içliyi xəmirin üzərinə töküb yayıram.
Sonra kakaolu xəmiri qabın ölçüsünə uyğun yayıram. Mən təqribi yaydım. Tam dəqiq olması üçün qabın ölçüsünü kağızın üzərində işarələyib ona uyğun yaya bilərsiniz. Xəmiri ehmalca qaba yerləşdirib kənarlarına biraz düzəliş edirəm. Üzərini də çəngəllə deşirəm ki, bişən zaman oradan-buradan şişməsin. Səthi düz hamar olsun. Və sobanın alt hissəsinin bir pillə yuxarı hissəsində 180 dərəcədə 30-40 dəqiqə müddətinə bişirirəm. Yumurtaların ağına azca duz və limon suyu əlavə edib mikserlə çalıram. Azca ağarmağa başlayanda üzərinə bir paket vanil və 100 qram şəkər tozu əlavə edirəm. Şəkər tozunu hissə-hissə əlavə edirəm və tam ağarıb qatlaşana qədər çalıram. Piroq tam bişdikdən sonra sobadan çıxarıram və çıxaran kimi də bezeni üzərinə əlavə edib yayıram və qaşıqla azca forma verirəm. Və təkrar 5-10 dəqiqəlik sobaya yerləşdirib, üzəri xəfif qızaranda sobadan çıxarıram və tam soyuduqdan sonra kəsib servis edirəm. Beləliklə, əziz izləyicilər, portağallı qış piroqumuz hazırdır. Gördüyünüz kimi, həm hazırlanması asandır, həm yumuşaqdır, həm də ətri bütün evi bürüyüb. Bu piroq qış günlərinizin ən sevimli şirniyyatı olacaq. Ümid edirəm, resept xoşunuza gəldi və siz də evdə mütləq sınayacaqsınız. Əgər hazırlasanız, şərhlərdə necə alındığını yazmağı unutmayın. Fikirlərinizi oxumaq mənim üçün çox maraqlıdır. Videonu bəyəndinizsə, like etməyi, yeni və dadlı reseptlər üçün kanalıma abunə olmağı və bildirişləri aktiv etməyi unutmayın. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın. Sağ olun.